Baltik dənizi sahilində sərt iqlimi, sakit küçələri ilə tanınan Latviya, Avropanın ən qəribə təzadlarını bir arada təqdim edən ölkələrdən biridir. Bura həm Rusların kölgəsində formalaşmış, həm də öz kimliyini qorumağa çalışan balaca bir dövlətdir. Riga isə bu sirli ölkənin ürəyi, gözəlliklərin və gecə həyatının mərkəzidir. Əgər yolunuz Latviya tərəflərə düşəcəksə, həm gözəlliklərə, həm də soyuq reallıqlara hazır olun. Amma videoya keçməzdən əvvəl qısa bir haşiyyə çıxmaq istəyirəm. Bildirmək istəyirəm ki, 2025-ci ilin iyul ayından etibarən mən hərbi xidmətə yollanmışam. Bu videoları isə əvvəlcədən hazırlayıb planlamaya qoymuşam ki, mən xidmət başında olarkən siz bu müddətdə darıxmayasınız, kanalda fasilə yaranmasın. Hazırda izlədiyiniz bu video isə 15 may 2026-cı ilə təsadüf eləyir, yəni mənim üçün ən dəyərli günlərdən birinə. Bugün anamın doğum günüdür. İcazənizlə fürsətdən istifadə edərək onu buradan da təbrik eləmək istəyirəm. Anacan, səni çox sevirəm. Doğum günün mübarək. 45 gün qalıb, gələcəm. Latviya Şimali Avropada yerləşən və Baltik regionunun ən çox tanınan ölkələrindən biridir. Ölkənin ərazisi cəmi 64589 kvadrat kilometrdir və təxminən 2 milyon əhalisi var. Sərhəd qonşuları isə şimalda Estoniya, cənubda Litva, şərqdə isə Rusiya və Belarusdur. Latviyanın həm də Baltik dənizi ilə sahili mövcuddur. Bugün Latviya parlamentli respublika üsulu ilə idarə olunur və ölkə 9 respublika şəhərinə bölünüb. Bu yaşayış məntəqələri arasında ən məşhuru isə 650 min nəfər əhalisi ilə paytaxt Riga şəhəridir. Riga 1-ci Dünya müharibəsinin sonlarında müstəqil Latviya üçün ən mühüm şəhər olaraq qurulub. Amma 20 il keçməmiş Ruslar xüsusilə Riga daxil olmaqla Latviyanı rahat buraxmayıblar. Bu gün də ölkədə Rus əsilli xeyli insan yaşayır və belə soyuq iqlim onlara yad deyil. Zaten Latviya bir zamanlar Sovet İttifaqının tərkibində olub və yalnız 1991-ci ildə müstəqilliyini əldə edə bilib. Əslində Latviya xüsusilə də Rusiya ilə münasibətlər baxımından çətinliklər yaşamış bir ölkədir. Hətta varlığının təməlində belə Rus təsirləri hiss olunur. Lakin zamanla Ruslardan ayrılmış və fərqli bir kimlik formalaşdırmış bir cəmiyyətə çevrilib. Əhalisinin təxminən yarısına yaxını Rus əsillidir. Bu səbəbdən də demək olar ki, bütün Latviyalılar Rus dilini başa düşür və danışırlar. Günümüzdə Latviyaya səfər edənlər əsasən paytaxt Riga şəhərinə gedirlər və orada vaxt keçirirlər. Ölkədə qış ayları çox sərt keçir. Bu səbəbdən Latviyaya adətən iyun və sentyabr ayları arasında səfər edilir. Yanvar və fevral isə ilin ən soyuq dövrləridir və temperatur -30 dərəcəyə qədər düşə bilir. Bu sərt hava Baltik dənizindən gələn soyuq küləklərlə bağlıdır. Lakin Latviyalılar bu havalara artıq alışıb. Soyuq iqlimə baxmayaraq, Latviyalı xalq olduqca mehriban və gülərüzdür. Amma ölkə Avropanın bir çox ölkələri ilə müqayisədə kasıb sayılır. Məsələn, şəhərdə gəzərkən tramvayların, yolların və binaların çoxunun müasirlikdən geri qaldığını görmək mümkündür. Amma təəccüblü olan budur ki, bu qədər kasıb bir ölkədə inanılmaz dərəcədə baxımlı və gözəl qadınlar var. Bəlkə inanmaya bilərsiniz, amma bu Latviyaya dair inkar olunmaz bir həqiqətdir. Latviyalı qadınlar Rusların Slavyan genləri ilə şimal xalqlarının, xüsusilə Skandinaviyalıların qarışımından yaranmış saf bir gözəlliyə sahibdilər. Ölkə əsrlər boyu bu mədəniyyətlərin təsirində qaldığından Latviyalı cəmiyyətlər Ruslar və Skandinavlarla qarşılıqlı əlaqədə olublar. Nəticədə isə genetik olaraq heyrətamiz gözəlliklər yaranıb. Xanımlar, əgər həyat yoldaşınızla birlikdə bu coğrafiyalara gəlməyi planlaşdırırsınızsa, küçədə gəzərkən əlindən bərk-bərk yapışın. Çünki Rigada gəzərkən hər 30 saniyədən bir qarşılaşacağı gözəlliklər fikrini dağıda bilər. Üstəlik, Riga gecə həyatı ilə də olduqca tanınır. Məsələn, Rigada gecə həyatı axşam saat 10-dan sonra başlayır. Hətta həftə içi biraz sakit olsa da, həftə sonları gecə həyatı tam mənası ilə coşur. Ən gözəl tərəfi isə odur ki, ölkədə hər büdcəyə uyğun əyləncə yerləri mövcuddur. Məsələn, bəzi məkanlarda daha yaşlı və imkanlı şəxslər əylənərkən, bəziləri isə tələbələr və gənclər üçündür. Xüsusilə gecə saat 12-dən sonra demək olar ki, bütün klublar dolub daşır. Bəzi klublarda maraqlı təkliflər
də olur. İçki istehlakını artırmaq üçün müştərilərə pulsuz içkilər təklif edirlər. Amma bir mənfi cəhət də var. Bir çox klub qadınlardan giriş haqqı almasa da kişilər üçün bu haqq tətbiq edilir. Hətta bəzi məkanlara yaşınız uyğun olsa belə geyiminizə görə sizi içəri buraxmaya bilərlər. Məsələn, digərləri model kimi geyinmişkən siz cins şalvar və tişörtlə gəlsəniz, gecə sizin üçün başlamadan bitə bilər. Qadınları və klubları bir kənara qoysaq, demək olar ki, Latviyanın ürəyi Rigadır. Riga köhnə və yeni olmaqla iki hissəyə bölünür və xüsusilə köhnə Riga sizi valeh edə bilər. Bu bölgəyə Old Town da deyilir. Orta əsrlərə aid gotik tikililər, su kanalları, yaşıllıqlar və meydanda insanın ruhunu oxşuyur. Bu baxımdan Riga istirahət etmək, sakit küçələrdə gəzişmək, tarixlə nəfəs almaq üçün ideal bir yerdir. Arnavut daşlı yollar, qədim taxta binalar və qalalar olan bu ərazilərdə insanlar mütləq foto çəkdirirlər. Əhalisi az olduğundan ölkənin bir çox bölgəsinə hələ də insan əli dəyməyib. Təbiətlə iç-içə yaşamaq istəyənlər üçün Latviya əla imkanlar təqdim edir. Çaylar, göllər və yaşıl ərazilər çoxdur. Ölkənin dənizi də var, amma suyun rəngi ürəkaçan deyil. Çimərliklərə gedərkən suyun boz və ya qara tonlarında olduğunu görmək mümkündür. Bu da insanın dəniz həvəsini azaldır. Ona görə də Latviya yay turizmi baxımından çimərliklərlə məşhur deyil. Əgər siz balıq və digər ət məhsullarını sevmirsinizsə, Latviya mətbəxinə alışmaqda çətinlik çəkə bilərsiniz. Baltik dənizinə sahili olan digər ölkələrdə olduğu kimi, Latviyada da balıq məhsulları bol istifadə olunur. Yerli restoranlara girdikdə menyuların əksəriyyətinin dəniz məhsulları ilə zəngin olduğunu görəcəksiniz. Əlavə olaraq şirin donuz bastırması, souslu donuz kalbasası və biftek Latviyalılar üçün əvəz edilməz yeməklərdəndir. Latviyaya gəlib mütləq dadına baxılmalı digər məhsul isə onların özünə məxsus çörəkləridir. Qara rəngli bu çörək ağ çörəyə nisbətən daha sağlam və ləzzətli hesab edilir. Qara çörək demək olar ki, hər evdə mövcuddur və əsas qida məhsulu sayılır. Latviyada nəqliyyat əsasən qatarlarla həyata keçirilir. Qatarlar adətən boş olur və oturmaq üçün yer tapmaq asandır. Qiymətləri də münasibdir. Həmçinin avtostop və velosiped mədəniyyəti də inkişaf edib. Riga ətrafında çoxlu velosiped sürən insanlara rast gəlinir və insanlar bir çox yerlərə velosipedlə gedirlər. Çünki hətta ən inkişaf etmiş şəhərlərdə belə kiçik qəsəbə ölçüsündədir və hər bir yer bir-birinə yaxındır. Əgər siz avtobus və ya qatarla səyahət etməyi xoşlayırsınızsa, Riga şəhərində ayda təxminən 50 avro dəyərində limitsiz nəqliyyat kartı var və bu kartla istədiyiniz yerə sərbəst gedə bilərsiniz. Digər tərəfdən, Latviya xalqının ciddi işsizlik problemi var, çünki ölkənin iqtisadiyyatı yetərincə inkişaf etməyib. İstehsal sahələri həm texnologiya baxımından zəifdir, həm də ölkədə kifayət qədər gənc və yaradıcı beyinlər yoxdur. Turizm baxımından isə Riga istisna olmaqla ölkənin xüsusi bir cazibəsi yoxdur. Schengen vizası ilə ölkəyə rahat şəkildə daxil olmaq mümkün olduğu üçün turist səfərləri əsasən yay aylarında qısa, bir günlük gəzintilərdən ibarət olur. Bu isə ölkə iqtisadiyyatına ciddi gəlir gətirmir. İnsanlar Latviyada uzun müddətli yaşam planı qurmaq əvəzinə Almaniya, Niderland, Belçika kimi ölkələri üstün tuturlar. Təbii ki, iqtisadiyyatın zəif olması alıcılıq qabiliyyətinin də aşağı saldığından Latviyanın digər Avropa ölkələri ilə müqayisədə daha ucuz olduğunu söyləmək olar. Çünki insanlar imkanları məhduddur və əsas ehtiyaclarını təmin etməyə məcburdular. Bu səbəbdən Latviya cəmiyyəti də həyat tərzini xalqın cibinə uyğunlaşdırmaq məcburiyyətindədir. Elə bu üzdən də Skandinaviya ölkələrindən Latviya ilə alış-veriş edənlər çox olur. Çünki onların öz ölkələri ilə müqayisədə Latviya kifayət qədər ucuz sayılır. Latviyalı insanlar bir qədər soyuq və təmkinli xarakterlidirlər, amma bir o qədər də savadlı insanlardılar. Demək olar ki, hər biri 2-3 dili sərbəst şəkildə danışa bilir. Əgər Latviyaya gedirsinizsə və ingilis dili biliyiniz varsa, ünsiyyət baxımından ciddi çətinlik yaşamarsınız. Rəsmi dil latış dilidir, lakin xüsusilə gənclər ingilis dilində çox yaxşı danışırlar. Əgər Latviyada uzun müddətli yaşamağı düşünürsünüzsə, proqramlaşdırma və texnologiya sahəsində Estoniya kimi burada da imkanların yaxşı olduğunu qeyd edə bilərəm. Sadəcə ingilis dili bilmək bir proqram təminatı şirkətində işləmək üçün kifayət edir, amma xidmət sektorunda, məsələn restoran və ya mağaza açmaq istəyirsinizsə, ingilis dilinə əlavə olaraq latış dili və ya rus dillərindən birini bilməlisiniz.
bilərsiniz. Çünki məhsullarınızı çox məhdud bir auditoriyaya sata biləcəksiniz və bu az saylı əhali ilə qazanc əldə etmək həm çətindir, həm də yüksək ünsiyyət bacarığı tələb edir. Odur ki, Latviya kimi kiçik Avropa və Balkan ölkələrində kommersiya fəaliyyətinə başlamaq müəyyən risklər daşıyır. Bu baxımdan Latviya daha çox IT bilişim sayəsində bacarıqlı şəxslərə və xidmət sektorunda çalışmaq istəyənlərə xitab edir. Lakin digər Baltik ölkələrində olduğu kimi Latviyada da maaşlar çox yüksək deyil. Ölkədə 1000 avrodan çox qazanc əldə edən peşə sahibləri çox azdır. Latviyada daimi yaşayış icazəsi almaq üçün orada 5 il fasiləsiz yaşamalısınız. Yalnız 5 ildən sonra daimi yaşayış üçün müraciət etmək mümkündür. Latviya vətəndaşı olmaq üçün isə 10 il ölkədə yaşamaq və sonda B2 səviyyəsində latış dili imtahanını keçmək tələb olunur, amma latış dili olduqca çətin bir dildir. Vətəndaşlıq ala bilmək üçün axıcı şəkildə latış dilində danışa bilməlisiniz. Bunu bacarmaq üçün uzun müddət yerli latviyalılarla münasibətdə olmaq, cəmiyyətə inteqrasiya olunmaq vacibdir. Latviyaya daimi köçmək üçün digər bir yol isə ölkədə 250 min avro dəyərində əmlak almaq və ya latviyalı biri ilə evlənməkdir. Əgər Latviya və Avropa xəyalınız varsa, məncə təmiz yol latviyalı biri ilə evlənməkdir. Əgər evli cütlük olaraq Latviyaya ildə ən az 6000 avro gəlir gətirəcəyini sübut edə bilərsinizsə, Latviyaya köçməyinizdə heç bir problem yoxdur. Latviyanın digər mənfi cəhəti isə sosial dövlət olmamasıdır. Yəni Avropanın bir çox ölkələrində olduğu kimi vətəndaşlara pulsuz sosial hüquqlar təqdim olunmur, çünki bu imkanlara sahib deyillər. Məsələn, səhiyyə sahəsində Latviyada ciddi problemlərlə qarşılaşa bilərsiniz. Bu təəccüblü deyil. Çünki Sovet İttifaqından ayrılmış digər ölkələrdəki kimi onlar da son 30 ildə kifayət qədər irəliləyiş əldə edə bilməyiblər və hələ də müasir dövrə tam uyğunlaşmayıblar. Nəticə etibarilə Latviya iqtisadiyyat, iş və qazanc baxımından ideal ölkə deyil. Mədəniyyət baxımından isə özünüzü Latviyada yox, sanki Rusiyada yaşayırsınızmış kimi hiss edə bilərsiniz. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.